Salam əzizlərim. Bloqun ikinci hissəsidir bu. Burada biz deməli mən gecədən bacımla danışdım. Bacım dedi ki, Kasamila binasını görməyə mütləq get, çünki çox xoşuma gələcək. Əvvəlcə fikrim yox idi, çünki Barselonada cəmi 2 gün qalacaqdıq və mənə görə vaxtımız yetməyəcəkdi. Amma səhər tezdən duran kimi atamı da götürdüm, düşdük yola. Dedim bəlkə bir də Barselonaya gəlmərəm və ən yaxşısıdır ki, mən gedim bunu görüm. Və getdiyimə heç də peşman olmadım. Bina çox xoşuma gəldi və bina haqqında heç bir məlumatım yox idi, amma gedəndə özüm üçün açdım, onu oxudum və sizinlə də bölüşmək istəyirəm. Deməli, Casamila digər adı ilə La Pedrera adlanır. İspaniyanın Barselona şəhərində yerləşən məşhur bir modernist bina olub, Antoni Gaudi tərəfindən 1906-12-ci illərdə tikilmişdir. Bu bina Gaudinin modernist memarlığının zirvələrindən biri hesab olunur və UNESCO-nun dünya irsi siyahısına daxil edilmişdir. Deməli, bina mənə çox gözəl gəldi, həddindən çox gözəl gəldi. Binanın maraqlı cəhəti doğrudan da orijinal dizaynda olması idi. Casamila düz xətlərdən demək olar ki, tamamilə imtina edib burada. Dalğavari daş fəsadı və dəmir balkonlar var binanın. Həddindən çox gözəl idi. Yəni otel kimi istifadə olunurmu bilmirəm, amma gələcəkdə çox böyük imkanlarım olsa, otel kimi istifadə olunsa, bir gecəni orada keçirmək istəyərəm. Bir də Gaudi bütün əsərlərində təbiətdən ilham alır və bu binada da deyilənə görə özəlliklə dəniz dalğaları, qayalar və ağaclara bənzədib binanı. Binanın çox təəssüflər olsun ki, içinə girəndə batareykam bitdi və ona görə çəkə bilmədim. Amma daxili quruluşu bir neçə də həyət var içində və təbii işıqlandırmadır, yəni elə qurulub ki, içəriyə işıq şüaları özü düşür. Yəni işıq lampoçka ilə yandırılmır, içində işıq yoxdur. Belə, bir də Casamilanın damı çox məşhurdur. Bənzərsiz formalı bacalar və ventilyasiya boruları skulptura kimi görünür orada. Belə. Bura bir də gedərəmmi? Yox, bir də getmərəm, çünki bir dəfə bəs edir. Amma yəni getməyinə dəyərmi? Dəyər. Sizə də məsləhət görəm getməyi. Deməli, buradan çıxdıq, sonra qərara gəldik ki, gedək Barselona sahilinə, bir neçə dənə plyajı gəzək və orada oturaq, samalyota qədər, təyyarəyə qədər özümüz üçün kofe içək, biraz dincələk, ondan sonra gələk otelə əşyalarımızı götürüb yola düşək. Deməli, onun üçün Barselona plyajlarını araşdırdım və 4-5 dənə məşhur plyajına rast gəldim. Əslində 7 dənəsinə gəldim, amma bu 4-5 dənəsi ayaqla gəziləcək dərəcədə yaxın idi mənə. Deməli, bunlardan biri Barselona Beach idi. Ən məşhuru budur və demək olar ki, metrodan çıxırsan, sırası 2 dəqiqəlik yoldur bura. Və sörf imkanları burada həddindən çoxdur və çoxlu gənclər, turistlər, yəni çox gözəl bir yerdir. Bir də burada Somorrostro Beach var. O da Barcelona ilə İkari arasında yerləşir. Çox sakit idi ora. Orada gəzə-gəzə getdik. Sonra Nova İkariya Beach var. Bu da sakitdir, ailələr üçün idealdır. Bagatel Beach var. Orada yerli sakinlər əsasən bura gedir. Eyni zamanda orada qaçışla velosiped yolları da gördüm. Bir də Marbella Beach var. Burada əsasən transgenderlər, belə LGBT üzvlərini görmək olar. Və çox elə küçə musiqiçiləri çox idi, yəni çox da maraqlı idi. Çox heyflər olsun ki, bunu çəkə bilmədim. Sonra biz Barcelona Beach-də atamla oturduq. Özümüz üçün atam özünə pivə götürdü, mən də özümə kafe latte götürdüm və dəniz mənzərəsində içməyə başladıq. Və düşündüm ki, mən dənizin sahilinə gəlmişəm. Əgər mən bu dənizə heç olmasa ayağımı bir balaca qoymasam, çox böyük günah olar. Ona görə
Adamı kafe shopda qoydum və özüm gəldim dənizin sahilinə və dənizi proovat eləmək istədim. Eyni zamanda maraqlı idi ki, görən soyuqdurmu suyu dənizin. Çünki bunun o tərəfində bu okeanda eyni zamanda Fransada okeana girəndə mən həmişə mənə soyuq gəlir su. Orada yaşayanlar ona öyrəşir, isti gəlir, amma mənə soyuq gəlir. Amma burada doğrudan da su həddindən çox soyuq idi yenə mənə görə. Yəni çimərəmmi bilmirəm. Gərək yayın tam belə ortası olsun ki, mən orada donmayım və çimim. Bundan başqa plyajlarda nə xoşuma gəldi? Xilasedici xidmətlər, duşlar, tualetlər, əlil arabaları üçün girişlər belə, hətta kirayə ləvazimatları eyni zamanda mövcud idi. Yəni siz ora sadəcə olaraq pulunuzu, bir də açkinizi götürüb gələ bilərsiniz, oradan qətvə də ala bilərsiniz, hər şey eləyə bilərsiniz. Yəni evdən hazırlaşıb bir də gəlməyə ehtiyac yoxdur. Təsəvvür edin, özün üçün açkini, bir də su da lazım deyil, istəyim. Açkini, bir də pulvu götürdün, gəldin, orada özün üçün qətvə, şezlonq hamısını kirayə elədin, yeməyi orada, içməyi orada, özün üçün bir gün istirahətini eləyəndən sonra da evə qayıdırsan, yenə də əlində sənə yük olacaq şeylər olmur. Ümumiyyətlə düşünürəm ki, insanın nə qədər vaxtı var, zamanı var, enerjisi var, mümkün qədər çox qazanıb, ondan sonra gəzib həyatını yaşamalıdır. Çünki ondan sonra həmişə bunu videolarda zad da görürük, amma adamın yaşı yavaş-yavaş keçdikcə başa düşür ki, doğrudan da belədir həyatda. Yəni pensiyanı gözləmək mənə görə axmaqlıqdır. Çünki pensiya yaşında sənin enerjin olmur, xəstəliklər üzə çıxır. Ona görə elə cavan vaxtı dünyanı görmək lazımdır. Eyni zamanda burada atamın telefonunu uğurlamışdılar uji. Onu absurd eləyirdi. Mən atama deyirdim ki, ay papa fikir vermə, olan şeydir, tətilin dadını çıxart. Telefon getdi, deməli bizim onu dəyişmək vaxtımız gəlibmiş, ona görə gedibmiş. Yəni önəmli olan şəkillərin hamısı mənim telefonumdan çəkmişik, ürəyimi sıxma. Atam da deyir ki, qızım, itən məndən itib də ona görə adama biraz təsir eləyir, deyir və mənə təsir eləyən odur ki, məndən oğurlayıblar. Başa düşürsən? Mən bunu deyir, düşürüb itirsəydim bu dərəcədə yandırmazdı. Amma bunu məndən oğurlayıblar deyə məni yandırdı. Hə, onu danışırdıq atamla ki, yəni heç önəmli deyil, yəni ürək sıxacaq bir şey deyil. Yəni həyatda mənə elə gəlir ki, önəmli olan sağlığımızdır birinci. Sağlığımız var olduğu sürəcə pul qazanmağımız, heç kəsə möhtac olmamağımız. İkinci, üçüncü də öz işimizlə məşğul olmaq. Yəni başqalarının həyatına burnumuzu soxmadan öz həyatımızı. Deməli atamın telefonu necə uğurladılar? Biz avtobusa mindik, ayaq üstə durmuşduq. Atamın telefonu da pencəyinin cibində idi və pencək hava isti olduğu üçün pencəyi məcbur çıxardıb əlində tutmuşdu. Mən hətta hava limanından, yəni Barselonaya ilk addımımızı atan gündən mən papaya deyirdim ki, ay papa ehtiyatlı ol, deyirlər, bəs burada oğurluq çox olur. O da deyirdi, kimdən məndən, kimdən məndən. Axırda elə gəldi ki, ikinci gün telefonunu uğurladılar. Deməli, hansısa fərasət dediyim. Girib atam pencəyinin cibindən telefonu götürüb. Sonra saata baxmaq istəyirdi. Gördü telefonu yerində yoxdur. Belə keyfi pozuldu. Gündə deyirəm, mən öz telefonumu, sumkamı qoruyuram da. Atam deyir, ay yox, məndən uğurlamaq olar. Oğru üçün ay baba, heç bir fərqi yoxdur. Yəni bu kimdir də? Fürsət düşüb uğurlayacaq. Uğurlaya bilməsə də belə cəhd eləyəcək, yəni ona. Nəysə dediyim kimi canınız sağ olsun. Önəmli olan çox qəşəng gəzidir. Çox bəyəndim Barselonanı. Amma bir də gedərəmmi? Bəlkə də bir harca 5-6 ildən sonra hə. Amma hələ ki məni
belə dənizlər cəlb eləmir. Mənim çox xoşuma gəldi Misirin dənizi. Hələ də onun təsirindən çıxa bilmirəm. Aha. Orada suya elə heç 1 metr getməmiş bu heyvanat aləmini görmək, rəngarəng balıqlar, skat. İnşallah ona aid də bir dənə bloqumu hazırlayacağam. Yəni Misirin dənizinin təsirindən çıxa bilmirəm. Hətta elə bilirdim bu məndə belədir. Ətrafımda Misirinə getmiş bir neçə insandan soruşdum. Onlar da o qırmızı dənizi görəndən sonra deyirlər ki, yox, o biri dənizlərdən o qədər də ləzzət ala bilmirik. Mən Misirdə deməli bir neçə dəfə olmuşam, amma ikinci deyirəm, axırıncı dəfə çox videolar çəkdim bloq eləmək üçün. Hələ də qalıb o amma. Onu inşallah eləyəcəm bir gün. Ümid eləyirəm ki, çox-çox xoşunuza gələcək və mənim videomdan ilhamlanıb siz də gedib gəzəcəksiniz. Çünki Misir, nə bilim, mənə elə gəlir ki, sırf istirahət üçün, hətta pasiv istirahətdə belə sən o dənizə girəndə başa düşürsən ki, dincəlirsən. Bir də mənə nə düşünürəm, o ölkə çox qəribə bir ölkədir. Allah onlara hər şey verib, amma yenə də kasıbdırlar. Düzdür, bu bizə sərf eləyir. Biz burdan manatla, evrola gedirik. Onların puluna, Misir pounduna çox ucuzadır hər şey. Amma belə baxırsan, insanlar çox belə səfalət içində yaşayır. Belə deyim, yəni olmaması gərəkən halda yaşayır insanlar. İnşallah onların da bir gün rifağı düzələr, əlbəttə ki. Hə, bu arada mən bilirsiniz hara gedirəmsə yoldaşıma onun elektron siqaretlərini alıram. Bu İspaniyadan da bu Treyanı aldım. Xanım mənə dedi ki, bəs şeydir, hədiyyəlidir. Onda mən dedim ki, hə onda sən belə elə mənə 2 blok ver. İkinci bloku hədiyyəsiz verdi. Mən dedim ki, onda istəmirəm. İkincini də hədiyyəli verirsənsə, onda istəyirəm. Nəysə. O da dedi ki, yox dedi. Karoçi mən bir blok aldım, üstündə o hədiyyəli. Onu da içinə su tökdüm, qoydum çantama, sən demə bırak imiş. Bütün pasportumuz adım suyu axdı, pasportumuz adım hamısı yaş oldu. Belə Barcelona beach'i gəzəndən sonra qərara gəldik ki, minək avtobusa, gedək hava limanına getməyə hazırlaşaq. Artıq hava limanına gəlmişik. Burada videoda gedirik samolyota, təyyarəyə. Deməli, Vizierdə çox böyük problem yaşadıq. Əslində mənim çamadan baqaj yerində əl baqajına olurdu. Sadəcə olaraq böyrü üstə girəndə təkərləri girmirdi. Və onlar məndən 73 avro pul istədilər ona görə. Mən də belə düşündüm ki, bu çamadanın vur-tut maksimum 30 avro qiyməti var və içində elə bir, yəni önəmli bir şeyim də yoxdur. Boş idi əslində çamadan deyə bilərəm. Nəysə o çamadanın içindəkiləri çantama yığdım, hamısı da yerləşdi. Ondan sonra çamadanı da orada buraxdım və qırdım buraxdım ki, onu məndən sonra sata bilməsinlər. Çünki Viyanada bir neçə dəfə şahid olmuşam ki, satılır bunlar. Və belə düzü biraz qanım qaraldı əvvəldə. Sonra düşündüm ki, eybi yox. Önəmli olan bütün əşyalarım özümdəndir. Yəni heç bir əşyamı orada buraxmaq məcburiyyətində qalmadım. Bundan başqa işçilər də çox aqressiv idi. Yəni bu tək mənlə deyildi. Orada bir 6 nəfərdən bu problem yaşandı. Və təyyarə də 1 saat gecikdi, amma bunu heç yəni görməzdən gəldi hamı. Bu arada məni izlədiyiniz üçün çox sağ olun. İzləməyənlər izləməyə başlasın. Təbii ki, əgər bəyənirlərsə like etsinlər. Öpürəm özünüzü, müğayət olun özünüzdən.